Ya Allah, salam hörmətli izləyicilər. Bu gördüyünüz 2 mərtəbəli möhtəşəm evimiz təkrar olaraq çıxdı satışa. Dostlar, bu evi kubcalı şəkildə də ala bilərsiniz və yaxud da belə də ala bilərsiniz. Evimizin sənədləri, arxipli, kötüklü sənədi var. Evin üstünə qeydiyyata düşmək şansınız da var. Yəni qeydiyyata düşə bilərsiniz. Bu evi ev kimi də istifadə edə bilərsiniz, obyekt kimi, tam pod obyekt buzovnanın ən ideal bir ərazisində. Bu qiymətə sadəcə buzovnada torpaq tapa bilərsiniz. Stop eləyin, başlayaq inşallah. Dostlar, bu gördüyünüz evi bir müddət öncə paylaşdıq, satışı dayanmışdı. Yəni bir daha təkrar edeyim ki, bu evi alıb qeydiyyata düşə bilərsiniz. Kimsə istəsə ki, tam olaraq kubca ilə almaq, qiymət fərqi olacaq. Yəni ona şansı var. Çünki bunun kötüklü arxipli sənəddir. Bax, bura belə daxil olduq. Belə geniş qonaq otağıdır. Orta divarlar belə qoşadır. Şəxsi tikilidir. Evdə çox az yaşayış olub. Bütün gördüyünüz əşyaların hər biri verilir. Yəni bu evdən belə desək heç nə götürülmür. Burası belə gözəl mətbəxdir. Dəmir reşotkalarına qədər bax belə görürsünüz ki, qoyulmuş bir evdir. Soyuducusundan, kondisionerindən belə hər şey verilir. Bax, gördüyünüz kimi bu istiqamətlər hamısı belə isti poldan ibarətdir. Birinci mərtəbədə geniş qonaq otağı, mətbəxti göstərdim. Bax, belə yataq otağı da mövcuddur. Sonra burada belə sanitar qovşağı da mövcuddur. Evdə təkrar edeyim, çox az yaşayış olub. Bax, gördüyünüz kimi pilləkanlar belə mərmərdəndir. Şəxsi tikili çox keyfiyyətli bir evdir. Evin otağın hündürlüyü də ideal. Hətta bura belə aynaların kənarı belə mərmərdən istifadə olunub. Ən bahalı aboylar. Bir daha təkrar edeyim, evi pod obyektdə istifadə edə bilərsiniz. Şəhərə gedən marşrut xəttləri tam olaraq evin qarşısından keçir. Bax, belə geniş koridor sistemidir. Burada belə yataq otağıdır, şəbəkə pəncərədir, çox geniş. Dostlar, bax belə şəbəkə gördüyünüz kimi pəncərələrdir belə. Hamısı bahalı materiallardan istifadə olunub. Belə geniş yataq otağıdır. Bu yataq otağı lap genişdir. Bax belə 2 dənə də geniş pəncərəsi var dostlar. Bu ortada olan əşyalar götürüləcək. Mebel qalır, yataq dəsti qalır. Orada belə hamısı bunlar qalır. Sadəcə ortada olan əşyalar götürülür. Sonra burada belə bir dənə növbəti yataq otağı var. 3 dənə